Jurnalist icra hakimiyyətinin başçısına məhkəmədə qalib gəldi. Deməli belə, Kanal 21-in rəhbəri Fərhad Quliyevi Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov məhkəməyə verib. Həmin məhkəmədə isə məhkəmə keçmədən öncə Fərhad bəy öz etirazını bildirib ki, Ağcabədi rayon məhkəməsindən mənim işim yönləndirilsin başqa məhkəməyə, çünki icra başçısı orada güc, qüvvət sahibidir, söz sahibidir. Buna baxmayaraq Fərhad bəyə 3000 manat cərimə yazılıb. Həmin məhkəmə qərarından isə Fərhad bəy apellyasiya məhkəməsinə şikayət verib, apellyasiya məhkəməsi yenə həmin qərarı qüvvədə saxlayıb. Oradan isə ali məhkəməyə yenidən şikayət verib, ali məhkəmə isə qərarı ləğv edib. Azərbaycan hüquqi dövlətdir. Allah dövlətimizi, millətimizi qorusun ki, bu dövlətdə qanun hamı üçündür. Şəxsindən, şəxsiyyətindən, kimliyindən, vəzifəsindən asılı olmayaraq qanun qarşısında hər kəsin boynu qıldan incədir. Hər kəs qanun qarşısında cavab verməyə məcburdur. Allah cənab prezidentimizi var eləsin, Allah dövlətimizi və millətimizi qorusun.